Salam, mən Fidan. Bugün Əsəbicdə YouTube kanal videomun açılışını edirəm. 3 həftəlik aradan sonra bu ilk vlogumdur. Ümid edirəm video xoşunuza gələr, onda videoya keçək. 3 həftə sonra gələn ilk vlog. Yıllardır görməyəm. Neyse, indi bu gün dəyişəcəyim, biraz dəyişiklik olsun deyə. Hava da elə qəşəngdir bəxtimlə. Hava çox qəşəngdir yəni. Xəcil kurtka geyinib. Düz kurtkalıq havada, amma nəsə indi. İndi dərsdəyik. Dərs qutardı, daha doğrusu tərəfdəyik. Baxın, mən müsahil eləmişəm burada. Mükemmel bir hocasın. Ama kabul et. Öğrencin de mükemmel. Evet canlar, mən evdəyim. İndi əynimi falan geyinəcəm. Sonra videonu yenidən açacağım. Üstümə belə sviter geyinim. Altıma da Victoria's Secret'in göstərim bir sürü. Neyse, ev kombin elədim. İndi üzümə səhər-səhər məktəbə gedəndə biraz nezimlə nəndirici vurmuşdum. CC krem vermişdim. BB krem vermişdim. Bir də kirpiklərimi falan qıvırmışdım. Yəni ona görə indi makyajımı çıxaracağım. Səsim biraz dəyişə bilər. Çünki qrip olmuşdum və təzə sağalmışam. Bu arada grip olduğum için de orucu 2-3 günü falan dayandırmıştım. İnşallah orucu vlog da seçeceğim sizin için. Seçende yani paylaşacağım. Şimdi elimi yüzümü yuyum, gəlim. Sonra yemeğimizi bir yerde yiyək. Sonra məşğələ çantasını hazırlayaq falan filan. Yəni günlük rutinimize devam edək. Elimi yüzümü belə yudum. Rengi biraz qarışıq kamerada şu an ondan takıldım. Neyse, yine gələk yemeğimizi yiyək. Bu günə yemək olaraq bulgur və toyuq vardı. Kino olaraq da Teen Wolf'un 1-ci sezon 4-cü bölümündəydim. Canlar, bura biraz dağınıqdır. Buranı yığışdıracağıq. İndi sizlərlə bir burada kombini sizə göstərməmişəm. Onu da belə göstərim. Belə ev kombini. Mən o günləri Molen'dən bir dənə köynək almışdım. Sizlərlə indi onun açılışını edirik. Bunun əsl kişən köynək almışdı. Qırmızısını almışdım. Onu sizə göstərəcəm birazdan, amma onu geyinmişəm. İndi bu aldığım köynəyi sizə göstərəcəm. Çünki öyrəncdə belə basic belə köynək almışam. İndi sizə onu göstərəcəm. Belə. Buradan ələ keçirməyi də var. Bunun qiyməti 19 manat idi belə. Yəni çox qəşəngdir. Yəni həm bədən sarı falan. Buna da kombin videosu çəkmək istəyirəm bu arada. Yəni bəyəndim. Bu gün məşğələ gedirəm, amma bunu geymək istəmirəm. Bu gün hava çox qəşəngdir. Ona görə ağ rəngdə belə 4 yaxa köynəyim var deyə onu geyinəcəm. Kombin videosu çəkəcəm shorts olaraq. Bu köynəyinin də ayrı bir shorts çəkəcəm. Onu da paylaşaram yəqin ki. Çolqam şu anda çox qəribə görsənir. Biraz düzəliş eləmişəm. Burada belə pərsəm atmışam falan. Nəysə, özüm eləmişəm onda. Bu köynəmi də belə göstərmək istədim. Mən indi məşğələ üçün çantamı hazırlayırdım. Gəlin birlikdə baxaq. Bir də belə makyaj pambığı almışdıq. 2 dənə almışdıq. Biri bazımın çəkməcəsindədir, biri də məndədir. Təzə çipri qıvırcı aldım. Çünki o pislərin hamısı itdi, qırıldı falan, yəni ona görə təzəsini aldım. O zaman makyaj çantamı birazdan bir yerə düzənləyəcəyik. İkinci hissə toplu aldım bu arada təzə. İnan o qədər çətin tapdım. Bir yerdə mi olmaz bu kitab? Yəni gəzmədiyim mağaza qalmadı. Axırı ki tapdım yəni. Üstündə işləmişəm hətta. Shorts da seçmişdim. Keçən dəfə balaca qısa bir dənə shorts. Yəni belə. Canlarım, indi stolun üstünü belə makyaj masamızın üstünü düzənləyəcəyik. Əminsiz daraqlar var. Belə bu daraqlar bacımın çəkimində. Bu da bacımın eynəyinin dəsmalıdır. Onu da bura qoyuram bacımın tərəfə. İndi mənim çəkməzəm biraz dağınıqdır. Ona görə üstdən çəkəcəm sizin üçün. Bunun içində məktəb üçün lazım olan borçlar var. Çoxlu belə, izləyim, belə bandiklərdir. Belə bandiklərdir. Belə, yəni. Bunların çox məktəbə aid olan bandik çeşidlərdir. Ona görə bunların hamısını işte bu vardı. Bunlar belə bunun üstünə qalsın. Onu istifadə edəmirəm çox var. Bu bandanamdır. Bunu bura qoyaq. Məsələn, bu da baxım üçündür. Sonra bu klipslərim.
Və canım, mən indi məşğələyə hazırlaşıram. Ona görə kombin videosunu çəkəcəm. Mən sizə nə geyinəcəyimi indi göstərə bilərəm. Bu arada kameram belə sabit. Üçüncü kombin olaraq belə qara şalvarımı götürürəm geyinməyə. Üstünə də basic belə 4 yaxa köynəyimiz var. Köynək vardı, bunu geyinəcəm. Arxada bu arada səməni falan hazırlayıb anam. Sabahlar 2-ci çərşənbədə artıq. Nəysə, indi mən gedim minik şortumu çəkim. Onu da editləyib bu gün atacağam. Yəni siz artıq bunu izləmiş olacaqsınız böyük ehtimalla. Yəni mən bu videonu atanda. İndi gedim, geyinim və gəlim. Makyajımızdan bir yerə eləyəcək. Və canlarım, indi isə makyaj eləyib. Neçə vaxt sizlərlə makyaj eləmirdik bir yerdə. Çünki yay boyunca full ancaq vloglarımda makyaj eləyirdim. Yorumlarda artıq ancaq şey edib, vloglarda makyaj eləmə. Yəni ona görə dayandırmışdım. İndi bir yerdə makyaj eləyirik. Makyaj salonum içi ağzına qədər doldu. Söhbət eləyirik, bayağı makyaj eləyəcəyik. İndi ən birincisi klipslərim. Bu arada açını dəyişdirdim. İndi mən koridorun girişində seçirəm, qapının girişində daha doğrusu. Çünki var işıq daha qəşəngdir. İndi solkalarımızı burada tutdursaq, belə. Bunu bu tərəfdə tutdursaq. Pərçəmmidir, solkamdır. Ay, bu nədir belə? Bir dəqiqə. Bu tərəfi səhv tutturdum. Bunlar bu tərəfə gedir. Yəni belə oldu. İndi mən başlayıram. Amma üzümü nəmləndirmək üçün nəmləndiricimi gətirməyi unutmuşam. Nəmləndiricimi gətirim və gəlim. İndi üzümü nəmləndirəcəm. Belə bir kremdən bu Faberlic'dən almışdım və çox qəşəng, çox xoşuma gəlir. Yəni üzümdə də səpkilər məncə azaldıbdı, alnımda da. Düzdür, ilk başta çox yaxşı gəlmədi, amma sonradan məncə üzüm öyrəşdiyi üçün yaxşı gəlir. İndi biraz alnıma, üzümə, burun kənarlarıma və bu qədər. Özümü makyaj ürünü reklamlardaşlar kimi istəyərdim. Neçə vaxtı vlog çəkmirdim. O qədər, yəni bizimizə həm vaxt olmurdu. Yəni 3 həftə boyunca deyəcəksiniz, əmsəvdən. Shorts çəkmişəm ancaq, ona editləmişəm. 2 dənə shortsumu silinibdi, bilmədən kapkutu silmişəm. Burada çox ağ düşürəm vlogda, amma bilmirəm o qədər ağam mı, yoxsa deyiləmmi? Yəni orada güclüdə sarıyam, kamerada ağam. Hansı inanır? Neysə. Sonra belə concealerımız var, Essence'in. Bunu istifadə edirik. Bunu da çox sevirəm, çox məmnunam. Yəni bu concealer, baxın, Rival'ın bu concealer'ı full burada göründüyü kimi deyil, yəni sarı olur. Üz-üzdə oturduğun sapsarı olur. Ancaq bunu bəyənmirəm. Amma ne deyim, üzdə çox qəşəng olur. Yəni sanki L'Oreal Paris'in için istifadə edirsiniz. Bu concealer var. Bunun da rəngi o qədər qəşəng idi. Mənə o qədər qəşəng otururdu da. Ona görə bəyənirdim deyə. Amma bu matdır. Mənim üzümsə quru dərdi. Yəni ona görə uymurdu. Yəni istifadə edilən üçün şu anlıq ən məmnunum bu ya. İndi bunu belə gözümüzün altına. Bu da sarı tonudur. Neysə. Burun kənarlarıma. Hər məşələ gedəndə makyaj edirsən, sualına cavab vermə. Çünki makyaj sevirəm. İndi bunu belə. Yəni az edirəm də, yəni çox eləmirəm məncə. Mənim ən yaxın dostum Məryəm var. Məryəmin makyajı çox sevirəm və makyajı o qədər qəşəng edir ki, Məryəm. Mənim dostlarımın içində ən qəşəng makyaj edən məncə Məryəmdir. Bir də Ayan var, sinif hoşum, o da çox qəşəng edir makyajı. Yəni makyaj bir insan bu qədər mı dəyişir adlı çalışmamızda, Məryəmlə Ayan orada məncə birincidir. İndi bunu yayım. Concealer yaydım. Mən bu günləri ağ pudra istifadə edəcəm. Ağ pudrada bu deyil, bir dəqiqə, mənim ağ pudram anım. Bu da anamındır. Anamda Vitin Validin ağ pudrası var. Mənə anam ondan çox istifadə etməyi vermir. Çünki deyir ki, üzü qurudur falan. Ona görə azcıq mənə belə qaba tökübdür belə, minicik. Ona görə buradan istifadə edəcəm. Belə makyaj pambığımla, pardon, süngərimlə. Bu çox qəşəng qalır bu arada. Mən çox sevirəm. Mesela ağ pudra məndə çox qəşəng qalır. Məryəmin hələ makyajını çox qəşəng qalır. Yəni şu Məryəmi tərəflədim burada. Məryəm videoma yorum yazmalısın. Səni burada tərif edirəm, övrəm. Ya. Mən ağ makyaj, ağ pudra çox qəşəngdir. İndi biz sizlərdə mən ağ işıqla makyaj eləmişəm axı. Sarı işığa çıxanda makyaj fərqi görsənəcək. Kameraya baxaraq danışmalıyam əslində normalda. Yəni videoda fərqi görsənir.
Tamam, buna da öyrəşdirməliyəm özüm. Kameraya baxaraq danışmalıyım. Unutmuşam 3 həftədə vlog çəkməyərək. İndi bu fırı üzümüzdə belə qalacaq. O ana qədər də biz allıq vuracağıq. Mən makyaj arzulığım bu arada çox qəribədir. Qətiyyən mən tövsiyə eləmirəm. Hər şey aləm bir-birinə dəydirirəm. Bu arada allığımı da göstərəm, unutdum. Allığım Essence'in belə bir allığı. Bayağı allıq körlü yaşadıq şu an. Oha, bayağı vurdu. Aman olsun, su gedir olsun. Allıq. İşte kanka ne zararı var ki bize? Bence makyajın en geçen şeyi çipiller bir de allıktı. Dudak da olabilir bu arada. Alma için kızaran yanaklarımız ve biz. Tamam, allık bu kadar yeter. Allık çorluğu yaşamayacak artık. Sonra allığın ardıysa Wet n Wild'dan aldığım highlighter çok sevirəm. Bayağı sevirəm. Bitən kimi alacağım yenə. Prosta bitmir belə. Hələ təzə başlamışam. İndi fırçamız çox qəşəng, diziş bir kokoş diziş böyle bir fırçam var. Onu böyle fırçam verəcək. Bu arada allığın özünə də highlighter var. İndi bu highlighter'da buna vurduk. Highlighter fırçamın birini unutmuşam. Bunu göz kənarlarına vururuq indi. Sonra gedib bir dənəsə getirdik burnumuzu uzun vurmaq üçün. Belə bir highlighter, normalde liner fırçası ama mən bunu highlighter fırçası kimi istifadə edirəm. Baxın belə uzu belədir. Bunu belə burnumun ucuna. Sonra burnumun üstünə vurmaq üçün istifadə edirəm. Uzu incədir. Bu kadar. Kalanında yanaklarımıza böyle. Highlighter'ın işimiz bitti. Şimdi ise çipriklər. Çipriğimizi böyle kıvıraq. Çipriği biraz qorxuldu. Kameranı bağlayıb eləyəcəm. Çipriklərimə də Faberlic'in belə bir maskarası var. Bunu istifadə edirəm. Maskara demək tujdu amma mən maskara deyirəm. Daha yaxşı oturur. Çipriğimin birini qaldırmışam amma tuj vurmamışam. Vurum. Gəl. Ve çipçilerim belə oldu. İndi isə qara karandaş lazımdır. Qara karandaşım onu bilmirəm. Buradadır yoxsa itirmişəm. Qaşlarım da var ya. Çox pis bir xəbər. Liner olaraq işlətdim qara karandaşım adaya veda etmiş. Gem tapacağım. Tapdım. Çox xoşbəxtəm şu an. İndi liner seçəcəm. Ama çok balaca seçeceğim yani. İndi çəkim və gəlim. Və liner belə oldu. Yəni məncə qəşəng oldu. Biraz gözümün qara karanı çəkmiş ola bilərəm. Amma biraz. İndi bu ak pudranı yayırıq. Bu bəs bu qədər üzümüz oturdu. Yəni zaten nə qədər otura bilər ki maksimum. Yani makyajımız demək olar ki bitti. İndi dudak karandaşını eləyirik. Bunda təzə aldığım karandaş olmalıdır. Bunun nömrəsi 802. Dudak karandaşını belə çəkdim. Amma mən bunu belə qalmasını sevmirəm. Ona görə belə fırçam ilə bunun içinə yayacağım. İçinə Nivea'nın belə lip balmını sürtəcəm və çox qəşəng olacaq. Və belə. Ne de geçen oldu. Şimdi solkalarımızı çıkardık. Tamam kanka tamam. Saklan. Ve böyle oldu. Ümid edirəm ki beğendiniz makyajımı. Makyaj bitti. Məsələyə getirəm. Makyaj sabitləməyi unuttum. Çox qəşəng. Yani indi gərək boruşqalar falan təzədən taxım. Onun üçün axodum yoxdur. Onca makyajımızı sabitləmirik maalesef bir gün. İndi bu hər şeyi yerine qoyduq. Karandaşımızı götürürük. Bir də çiprik qıvırcığımızı və lip balmımızı və salam qalan hər şey evdə qalsaq. Və gecikən məşğələyə. Gedək bunları çantamıza qoyaq. Çantamıza yerləşdirək. Belə tokalar vardı. Bunlardan vuracağım.
40 tane şey seçirsən, onu paylaş. Nuray da burada işləyir. Nuray seçilmək istəmir. Amma işi çox işin alıb. Buranın işi niyə belə pisdir? Birazdan Nurayla önce gedəcəyik, yoxsa Asiya. Hətta gedirik ki artıq. Biz indi Nurayla gedirik. Hara gedirik? Nuray bu arada oradadır, Nuray oradan burada atacaq, rəsmini atacaq. Kabirlərə qarşı. Belə Türkiyədə istəyirsən, marşrutla sonra gələk Cansuya gedək. Hə, tamam, olar. Hava çox qəşəngdir, ya bütün. Bütün vloglar çox maraqlı olur. Hə. Yəni ki, bir vlog ikinci olacaq bu arada. Mən də atıram da kanal. Nuray'ın kanalına abunə olmaq istəyənlər. Nuray'ın sehirli dünyası. Nuray'ın kaosu dünyası. Nuray şey olmuşdu, tezə sağaldı. Alnına da bu orta bir dənə iz qaldı. 10 qəpik Bu da boyda. artıq hamı bildi. Bunu artıq 13 bin insan Tam bilir. alnımda 10 qəpik boyda zilyonka var. Ona görə kesin alacağız. Aynen. İndi gedirik. En uzak bir de kameranı en uzak tutacağım. Ve biz mağazacılarını seçmeyi unuttuğumuz Ben için. demiştim çok yapmayacağız. Yani ben unuttum. Nuray Kobe'den almışım. Elime Kobe tapşır. Ayran. Ayran, Suyu ayran. ayran değil. Ha. Nuray bir Ayran tane ayran aldı. Bir tane su aldı. Ben de bir tane kola aldım. Fidana güvənib bir dəqiqə Cansuya gedir. Əgər mən Hə. Cansudan hesab tapmasam. Her getirmem. Çetin ve Arsenal. demək olar? Siz Çetin ve Arsenal zansiye gidenler çok geçen şeyler var. Yemek, şinyatlar Ama falan. Aytaz'dan getdiyimizdə hesab tapa bilməmişdik. Arkadaşlar bakın şu an şakanın sırası değil. Ama biz Arsenal gideni tapmıştık. Hayvan serim nə qəşəng görsən. Ben de onu diyorum ki sen zərlərini falan çok geçen görsenlerdi. Işıkta falan. Etkiləndim. Ama şey, Nuray keko olubdu bu gün. Ben biraz clean girl olmuş ha. Tam da taxmış. şu an birbirimizin tam etkisiyiz. Şey, ay gibi soğuk. Hə. Anlataca bilərik. Hə, Çıxanda. olar. Olar. Bir de şey, Skanda hər şey çəkəcək deyib heç nə də çəkməyəcək. keçən dəfə şey seçəcəkdim. Bunun ardızı qoyacağım. Ezel'in bir dənə Nuray klipi vardı. Klipi vardı. Nuray seçəcəkdim mən güya. Seçmədik. Adıma salsam çəkərdim. Neyse olsun. Adıma salsam. Evet, üşüyürəm bu arada, hava çox soğukdur. Mən şunu. Bayaq üşüyüm. Xəstə olub təzə sağlanan Nuray heç xəstə olmayıb. Yox, olmuşdum. Heç üşümürəm. Bir də çox xəstə oldum. Bütün YouTube bildi ki mən şey olmuşum. 13 bin insan, bəlkə çox da izlənə bilər hətta. Şey olmuştum. Ben bir tane de duyur eləyəm. Anlıq bir karar var. 3 dənə pizza aldıq. İkisini Nurayın, biri mənim. Nuray mutluluktan. Görün vaxtdan yemək yemirəm. Hə, can. Quzum. Arada çox qızın arxa kamera fobisi var, amma mənim yox. Mən işte Çünki üzün asimetrik deyil. Bak, çok kukla için düşürsən. 11 mikroyon. Nuray sahtekarlara baxa-baxa pizzası ilə. çünki yeraltının bölünmüşü baxıb qutarmışam. Bir neçə birdi. 2 günə yeraltı var. Mənim videoma salam deyirsiniz. Mən sağa dönə bilmirəm, profilim gör, burnum görsün. Priv açamayanların yanında YouTube açan bir tane. Arka bir dənə gülmə video qoyacağam, yəni bu vloga baxan. Niyə görsən məni? Neyse, telefon əyri tutmayacağım, bu tərəfə baxıram. Və çəp qalıb ev gözlərim. Bu bal porsu, dünyanın en cesur hayvanlarından biri. Kafasındaki tek düşünce, yemek, bir şey gördüğünde kurduğu tek Və biz Nurayla məşğələdən çıxdıq, indi evə gedirik. Bəli. Bir kamera atılan kimi bizim dodaqlar. Tamam. Bayaq Fidanı avtobusdan düşünürəm ki, qorxuram. Sonra bir də öz tipimə baxdım ki, Camal məndən qorxur. Şu anda bize baxana qədər qorxar yəni. Hə, bir dənə kameranı belə tutun, gəl. Öftümə. Olar. Bu ikisi olan arkadaşım kameramanlık yapıyordur. Aşağıda. Prosta mən pis düşürəm. Kameramın açısı şu an pisdir ve ışıklar çok pis çünkü. Şu an ışıklar çok pis yani. Kanka şu an kulak tıkan video seçiyorum, şu an sesleriniz gelir. Hə, gedəcək. Və sonlarlıqdayım. İndi evə gedirəm. Evdə də sizin üçün vloglayacağam. Sonra vlog onsuz da bitəcək. Belə. Evdəyim. İndi mən əynimi falan geyinəcəm. Sonra vlogu sizin üçün təzədən asacağam. Onunla əynimi geyinim və gəlim. Və canım, mən pijamalarımı belə geyindim. Makyajımı çıxardırıq. Sonra maska falan eləyərik. Maskamı eləyərik, eləyirəm, məşrəb çantamı yığarıq.
Elə sabaha hazırlaşarıq. Vlogu sabah yükləməyi düşünürəm. Editini axşam eləyib. İnşallah. Burada formanı anam yuyubdu, qurumasını gözləyir. Bu kombi kimi bir şeydir. İndi mən gedim makyajımı yuyum, çıxarım, gəlim. Və canlar makyajımı da çıxartdım. Sıfır makyajla. İndi isə gedirəm yeməyimi yeməyə. Və canlar, mən vlogu burada bitirmək istəyirəm. Normalda maska falan eləyib sizlərlə sabaha hazırlaşmaq falan düşünürdüm. Amma o qədər yorğunam ki, yəni həqiqətən bu gün 7 saat dərs üstə gəlsin, məşğələ falan, yəni bayağı yorulmuşam. İndi gedib bu videonun editini eləyib sabaha çatdırmaq istəyirəm. Çünki yəni istəyirəm ki, siz vlog izləyəsiniz. Ona görə video ilə, yəni vlogla sağollaşıram, sizlərlə sağollaşıram. Başqa video və vloglarımı görüşmək üzrə. Ümid edirəm video xoşunuza gələr. İstədiyiniz hansısa bir video fikri varsa yorumlara yaza bilərsiniz. Sualınız da varsa yorumlara yaza bilərsiniz. Sizləri çox-çox öpürəm. Bay bay.